Salam əziz izləyicilər, kanalıma xoş gəldiniz. Mən sizin üçün qışlıq tomatı hazırlama qaydalarını sizə deyəcəyim. İlk öncə videoda ingredientləri yazmadığım üçün səsli şəkildə sizə deyəcəm. Pomidoru soyursunuz, qabığını doğrayıb tərkibinə acı biber, şirin biber, sarımsaq tökürsüz, duz zövqə görə. Bu bişdikdən, qaynara düşdükdən sonra kəfini yığırsınız. Sonra da bir barmaq düşəcək qədər qazanın dibinə qaynayır. Qaynara düşəndən sonra da yığırsınız bankalara. Bankaları qaynatmağa ehtiyac qalmayacaq yığdıqdan sonra. İnanın mənə qızlar, çox dadlı olacaq. Davamını izləməyi unutmayın, abunə olmağı da unutmayın. Kızlar, burada da eyni şəkildə pomidoru qabığından soyub, doğrayıb tökürsünüz qazana. O yaxşı bişdikdən sonra, yumşaldıqdan sonra blenderdən keçirirsiniz. Qarışdırırsınız daha doğrusu. Sonra onun suyunu süzürsünüz. Pomidorun tumlarını ayırırsınız. Və sonra da üzərinə acı biberlə sarımsağı doğrayıb atırsınız. Bunu qışda acıka kimi də istifadə edə bilərsiniz. Elə belə də yeyə bilərsiniz. Yeməyə də tökəndə çox gözəl dad verir. Yəni belə. Bu da bu cür. Meylim üzündəki qara xaldadır, meylim üzündəki qara xaldadır. Hicranın əlacı ilk misaldadır, ilk misaldadır. Nə vaxtdır Rəşidin gözü yoldadır, ay yoldadır. Gözü yoldadır, ay yoldadır. Bir qonaq gələ. Kızlar, burada da pomidoru yenə də qabığını soyub tökürsünüz qazana. Bura duz, yod, o zövqə görə sadə, sırf sadə pomidorun özüdür. Çox gözəl dadır. Üçünün də ayrı-ayrılıqda dadı var. Baxmayaraq ki, hamısının tərkibində pomidor da olsa ayrı-ayrı dadları var. Çox ləzzətlidir. Xanımlar, siz də öz üsullarınızı mənimlə bölüşə bilərsiniz. Sağ olun.